Hər kəsə salam dostlar, necəsiniz, neyinirsiniz? Bugün sizlərlə bərabər olaraq bu kanal kimdir konsertini davam etdirirəm. Bilirsiniz ki, bu kanal kimdir mən ilk videomda çəkmişdim, Ali Hökmdarı çəkmişdim. İndi isə bu kanal kimdir belə bir kanal tapmışam. Yəqin bu kanalı hər kəs tanıyır. İnanmıram ki, bu kanalı tanımayan olsun. Kanalın adı Fərəcdir. Yəni buradan da oxuya bilərik kanal haqqında məlumat. Və 2018-ci ildən bəri YouTube-dan məşğul olan bir insandır. Amma ki, ona baxmayaraq, sadəcə bu qardaşımız belə videolar paylaşır. Çox maraqlı videolardır. Bu arada yaxşı bir kanaldır. Və 2018-dən video paylaşmağına baxmayaraq, amma 2025-ci ildə çox populyarlaşdı və artıq bu kanalı tanımayan insan azdır. Yəni hamının qabağına çıxır. Hətta TikTokda belə bu kanal hamının qabağına çıxır. Mən də bu kanalı çox sevirəm. Gördüyünüz kimi Brawl videolar belə çəkir. Yəni Brawl Stars belə videolar belə çəkir. Məsəl üçün Rəşidi qara bastırdıq, qarda vlog belə videolarda çəkir. Baxış baxımından isə baxışı çox yaxşıdır, amma ən çox mən deyərdim ki, bu qardaşda qurban olun millətimə TikTok videoları çox tutur. Yəni həqiqətən TikTok videolarının baxışları yaxşıdır. Məsələn bir videosunda artıq 40 mindir. Bura baxın 39 min. 39 min başlı 40 mini tələb eləyir. Burada məsələn 37 min. 37 min özü 40 mindir. Yəni çox yaxşı. Məsələn burada ucu 50 mindir. 50 min ucu. Yəni baxın 49 min, 50 mini tələb eləyir və çox yaxşı videolar çəkir. Həqiqətən yəni mən bu kanalı görəndə sevindim ki, yəni bu cür kanallar Azərbaycanı inkişaf etdirir. Çünki bu cür kanallar, bu cür videolar Azərbaycana həm yaxşı bir şey örnəkdir. Hətta mən bu kanaldan sonra, yəni bu Fərəc kanalını çox baxıram. Özü hər gün, məncə hər gün YouTube-a video çəkir və çox maraqlıdır. Və mən bu kanala baxanda həm gülürəm, həm əylənirəm. Çünki bu kanal dəhşət dərəcədə maraqlıdır. Mən bu kanalı sizə baxmağa tövsiyə görərəm. Məncə bu kanalı inanmıram ki, bu kanalı tanımayan olsun. Məncə bu kanalı hamı tanıyır. Amma baxın, artıq biz 11 aya gəldik. 11 ay bundan qabaq belə bir video çəkib. Onidia testləri 2 və bir dənə baxışın sayına baxın. Çox azdır da, düzdürmü? Yəni bu kanala görə bu baxış azdır. Normalda baxış yaxşıdır. 674 baxış yaxşıdır. Yəni pis deyil. Ona da şükür olsun. Amma bu kanala görə artıq bilmirəm indi orada nə qədər abunəsi olub. Mən bu kanalı tanıyanda bu kanalın 5000 abunəsi var idi. Həqiqətən çox qalxdı. Və mən bu kanalı cəmi 3 ya da 4 ay bundan qabaq tanımışam. Məncə 3 ay olar. Hə, 3 ay olar. 4 ay hələ olmaz. 4 ay hələ olacaq. Və 3-4 ay ərzində bu qədər abunəyə sahib olması çox yaxşıdır. Yəni 44 min abunəsi var. 44 min. Və burada gördüyünüz kimi burada görürsünüz də 1000 dənə videosu var. Yəni 1100 dənə videosu var. Çox yaxşıdır 1100 dənə videosu olması. Və burada isə yazıb da, yəni YouTube-un başlığında da yazılıb ki, hey mən Fərəc, ey kanalımın adı, bir dəqiqə burada biraz oxumağım zəif oldu burada. Amma həqiqətən mən bu kanalı sevirəm. Gözə qoy oxuyaq bundan. Hey mən Fərəc, ey kanalımın adı da buradan gəlir. Mən 2018-ci ildən bəri YouTube ilə məşğul olmuş, heç cür addıra bilməmiş biriyəm. Amma ümid edirəm ki, bu səfər olacaq. Kanalımda TikTok reaksiya videosundan tutmuş, yəni videosundan tut, oyun videosunu, üçlü videolara qədər fərqli mövzular görə bilərsiniz. YouTube-da bir həyat fəlsəfəsidir. Yəni çox maraqlı, qəşəng videolar var və də shorts videolarında çox maraqlıdır. Məsəl üçün burada gördüyünüz kimi shorts video. Bu da shorts videoları mən çox baxıram. Yəni shorts videoları həqiqətən yaxşıdır. Məsələn burada belə sıralama falan eləyib. Ümumiyyətlə mən məsləhət görərdim ki, əgər siz də Azərbaycana bir yaxşı bir YouTuber olmaq istəyirsinizsə, ilk öncə bilirsiniz nə qaracaqsınız. Bu cür kanallardan örnək götürəcəksiniz. Məsələn, mən bu kanaldan örnək götürürəm ki, bu kanal az bir abunəyə sahib idi. Mən hətta mən bu qardaşı tanıyanda bu qardaşın 5000 abunəsi vardı, amma indi 44 mindir. Çox qısa bir zamanda inşallah 100 min olar.
İnşallah 1 milyon abunə olar və burdan Fərəc qardaşıma səsləmək istəyirəm ki, inşallah mənim yorumuma, yəni mənim videoma yorum yazır. Ən böyük xəyalım budur ki, bu qardaş ilə YouTube-a video çəkim. Çünki mən bilirsiniz ki, mənim heç 100 abunəm yoxdur. Amma hər şey kiçikdən böyüyə başlayır. Onu da unutmayın. Siz də YouTuber ola bilərsiniz. Və mənlik bu qədər. Özünüzə yaxşı baxmağı unutmayın. Sağ olun dostlar, özünüzə yaxşı baxın. Sağ olun.